Hasrete çevrildi bakışlarınız, kanlı seçilerden akışlarınız, güllere gark olmuş baştaşlarınız, namusun gayretin taşı şehitler. Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz, köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz, köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler? Biz hal-hazırda Cəlilabad rayonunun Ağdaş kəndindəyik. Bütün rayonların hər bir kəndində şəhidlər var. Yəni bir qəhrəmanlar yatır. Biz də həmin qəhrəmanları ziyarət eləmək üçün onların yatdığı məzarlığa üst tutmuşuq. Hal-hazırda şəhid Gizir alim Daniloğlu Şükurovun məzarının başındayıq. Gəlmişik bu bayram günü şəhidimizin anasını, atasını bayram münasibəti ilə təbrik eləyək və şəhidlərimizin ruhu şad olsun deyək. Çünki bu şəhidlər bu il bizə elə bir sevinç bəxş olundu ki, bütün torpaqlarımızın hər bir qarşı azaddır. İnşallah Allahın izni ilə Zəngəzur bölgəsinə də biz qovuşacağıq. Çünki bizim şəhidlər 44 günlük vətən müharibəsində öz sözün Azərbaycanın necə qəhrəman oğullar olduğunu bildirdilər. Biz nəinki 44 günə, hətta 43 saata belə oğlanlarımızın qəhrəmanlığını bütün dünya gördü. Bugün Qarabağ torpaqları azaddır. Bugün Qarabağ torpağında tonqallar qalanır. Bugün Xankəndində bayram keçirilir. Bunun üçün biz sizə təşəkkür edirik. Şəhid verən valideynlər. Allah sizdən razı olsun. Siz göz bəbəyinizi bu torpaq üçün böyütdünüz. Bir qəhrəman övlad verdiniz. Ancaq o qəhrəman övladlar da torpağı anadan, atadan üstün tutdu. Çünki torpaq müqəddəsdir. Çünki hər bir Azərbaycan övladı və dünyada bütün yaşayan insanlar bir gün gəlib, bir gün də bu dünyadan keçir, ana torpağa qovuşur. Bizim bir xahişimiz var. Bütün Azərbaycanın gənclərindən, şagirdlərimizdən. Biz nə üçün düşüb qapı-qapı gəzirik? Nə üçün şəhidlərimizi ziyarət edirik? Və məqsədimiz nədir? Əlbəttə, məqsədimiz bizə qaytarılan birliyi qorumaq. Bir dəmir yumruq olduq 44 gündə. Bütün dünya birliyin gücünü gördü. Bu birliyi də qoruyaq ki, gələcək nəsilə ötürək. Qoy gələcək nəsil belə güclü və vətənpərvər, dövlətinə sadiq olsun, vətəninə sadiq olsun. Güc birlikdədir. Gəlin birliyimizi qoruyaq və bizə şəhidlərdən qalan əmanəti, dostluğu, sevgini, birliyi qoruyub gələcək nəsli ötürək. Və sizin hər birinizdən bir xahişim var. Gəlin açılmayan şəhid qapılarını açın. Onların heç kimin heç nəyində gözü yoxdur. Heç nədə. Sadəcə olaraq qapını açıb biz gəlmişik, sizinləyik deməyə onların ehtiyacı var ki, bizləri görsün. Və biraz da onda qürur duyurlar ki, bizim övladlarımız doğrudan da vətənin övladlarıdır. Vətən sağ olsun deyək. Azərbaycan bayrağın daim zirvələrdə dalğalansın. Şəhidlər unudulmayacaq. Şəhidlər əbədi yaşayacaq. Xanım, siz şəhidlərlə dəstək edilir. Çox sağ olun. Təşəkkür edirik. Bugün bayram günləridir. Hər kəsi mən də bayramı təbrik edirəm.
xəstəsizin. Allah köməyiniz olsun ki, bəli, bizə dəstəksiz, bizə təsəllidir. Hər bir gəlib bizi ziyarət edən insanlar bizə təsəllidir. Qürur vericidir şəhidlərimiz, amma bir tərəfində kədərlidir. Çox danışa bilmirəm, kövrəlirəm biraz. Yenə Allah köməyiniz olsun, sağ olun. Allah cəmi şəhidi valideynlərine səbir versin inşallah. Nadir qardaşımız da buradadır. Allah səbir versin. Sağ olun. Bəyram günü bizi yada salıb gəlibsiz şəhidimizi ziyarət eləməyə. Gəldiyinizə görə çox sağ olun. Təşəkkür edirik. Biz də təşəkkür edirik əzizim. Gəldiyinizə görə sağ olun. Şəhidlər heç vaxt unudulmaz. Heç vaxt unudulmaz. Həmişə nətər deyim, başımızı uca eləyib. Vətən yolunda belə şəhid qəhrəmanlar canları fəda elədilər 44 gün. İşğaldan azad elədilər. Bütün şəhid ailələrinə təşəkkür edirəm. Sağ olun, gəldiyinizə görə. Anamız təşəkkür edir şəhid ailələrinə ona görə ki, çünki hər biri bir qəhrəman verdi. Hər biri öz evladın vətən sağ olsun dedi. Bugün göz yaşlarını silirlər, ayağa qalxıb yenə deyirlər vətən sağ olsun. Azərbaycanın bayrağı daim zirvələrdə dalğalansın və hətta atalar deyir ki, bir də çağırış olsa torpağımızın bir qarışı üçün belə canımızı verməyə balamız kimi hazırıq. Qoy torpağımız azad olsun, qoy insanlar azad yaşasın. Gələcək nəslə bu torpaqların azad verilməsi üçün bizim oğullarımız deyir şəhid olub. Vətən sağ olsun, dövlətimiz var olsun, bayrağımız daim zirvələrdə dalğalansın. Çünki bizim belə qəhrəman atalar, qəhrəman analarımız var. Bu ölkənin birliyi heç vaxt əlindən alınmayacaq. Allah razı olsun. Mən oğruyu aparacağım. Mənim nənəm də çıqqılı idi. Elə gözəl idi. Niyə çıqqırlar belə gözəl oğru görən? Sən mənim nənəmi görməmsən. Benim Əllərə Sen baxıb gözler tapmam. ha. Elədir. Allah'ın gözler. Mənə də gözlər tez-tez. Nənədən birisi yanırsan deyən kimi göstərəndə. Hə, mən də eləyim. Bax, elə hansı bir mərsə gedim, gəlim sırası nazərlərlə. Sırası deyirəm, mən üzərini yandırım, rəhmətli yoldaşım verirdi. Aha, düşdük, ha vaxt gəlirdim evə, deyirdim, saat gələcək, tökəcəyin docağın üstünə, heç verəcək evə. Xoşu gəlmirdi. Yox, mənə deyirlər, üzgün burasına nə sürtürsən? Deyəm, Allah tala sürtürsən. Bəli, hə. Allah, adamı neyim? Xəstəxanaya apardım biraz sonra. Bir sıralı bazı kız uşağı tutu da bırak orada. O kadar oynadı. Demiş, gözünüz değer. Dem Allah'ın gözü bu xəstələnadı. Gözünüz değer. Görürdülər. Mən məktəbə gedəndə, demək məktəbdə hamı yığışırdı, mənim yanağımı bax belə silirdi. Nə qədər silirlər, görürlər getmir. Elə bildin ki, mənim də yanaqlarım, həmişə müəllimlər deyirdi, buna bax, elə bildi ki, Allah haqqı. Allah sənə ömür versin, Allah can sağlığı versin. Sağ ol, Allah sizin atanızı Evdə nə sağ qədər eləsin. yaşlı Neçə belə şadlıqlar ana olanda, elə bir o evin ruzi bərəkət Əlbəttə, də bol xeyir olur. bərəkət Hə, bol olur. Məndəki xəstəyəm, qocalarım, bir də körpə uşaqlarım. Özümdən asılı deyil. O qədər çox sevirəm qocaları, o qədər belə dəhşət. Bir də Ökürdənin danışığı da şirin olur. Hə, değil hə. mi? Allah haqqı. gedirəm otururam, harada bir qoca görüb söhbət edirəm. Mən hara gedirəmsə ilk işim qocalar olur. Bir də o uşaqlar ki olur 7-8-9 Növbət verir yaşındakı. yavaş-yavaş. Onlar mənim üçün çox şey olur. Gördüyümüzdən növbət verilir. O vaxtki devir yaxşı idi, indiki devir. Gəlin mən sizə bir gözəl ana ilə sizi tanışdırım mənim əzizlərim. Anamız bir qəhrəmanın nənəsidir. Bir şəhidimizin nənəsi ilə sizi tanış Allah eləyəcəm. canınızı sağ eləsin. Həmişə gərəksiz elə xoşbaxtlıqla gərəksiz ola. Allah canınızı sağ eləsin. Çörəyi Allah tala özü versin. Özü qorusun. Amin. Hər yerdən. Gözdən. Allah bir dənə can sağlığı versin. Heç anıya bəndiyə. Siz uğraşmasın. Bir dənə bunu Amin, deyəm. Bir amin. dənə bunu deyəm. Sağ olun, var olun. Həmişə də gəzməyə gələsiz, soyda da gələsiz Allah qoysa. İnşallah. Soyda da gələsiz. Ay ana, alim haqqında biraz danışa bilərsən, şəhidimiz haqqında. Şəhidimiz alim haqqında. Nəvən haqqında. Nəvəmlə danışmaq ilə başa dönüm. Halk dizinin üstündə böyük üstə
Nene kurban, ben burada büyütmüşüm. Ona göre yanıp sökülüyorum ha. Gece gündüz onları, 3 tane uşaqsın. Onları saklamışım ben. Kızı büyüktüm, əmələ gətirdim ki, yarın kötürdüm. Bunun dəstgəri getdi bu. Getdim, Meytlaşlarla savaş, qırğın, kıyamet elədim. Xəstələnmişdim də, bırakmadılar gəlməyə. Dedim, sən ölsün, 50 qızı tutturacağım. Ya, sonra bir şey elədi, qayət dedi. Dedi, bıraktı bizi gözüm dalımdan. Demek ki o nerede? O hükümetin evveli adı yardımına çıkıyor ona. Demek fardıymış. Benim haç alma ona. Fardıymış. Şu yere deyip ki kim duası alın deyip bu da nenedir. Alimin nenesidir bu da nenesi. Deyip bizler onu bırakın bu gitsin. Bırakmışlar 3 gün sonra geldi neneden 15 günlük. Geldi kaldı gitti. 3 defa o geldi 15 günlük. 15 günlük. Ahırda 2 defa dalbadal gönderdiler. Ve ki beni gören kim hepsi tanıyordu. Bak ne o kadar gidip gelmişim. Taş keseneden gidip gelmişim. İzli nefesten gidip gelmişim her bir yere. Onu dağlayacağım. Gelmişim nene karşıla kızla kızmayla. Karşıla. Dedim bana birinci sene toyu ben özüm eləyərdim. Onun nişanlısını gəlmişim, orada sandırdı. Birinci defa. Allah. Dedim birinci toyu sen eləyərdim. Allah Teala kısmet eləmədi də boş verin. Kısmet eləmədi Allah Teala. Yardım ürəyimdə qoydu. Alim. Ancaq sən bir qəhrəmanın nənəsisən. Cənnət mələyinin nənəsisən. Nənəcan, bir dənə də sənə sual verim. Bax indi sizin yaşınızla elə bir ki keçmişin demək olar ki gözəl günlərin yaşamısınız. İndi azad bir ölkədə yaşayırıq. İnsanlar azaddır. Bilmək istəyirəm görüm o devir yaxşı idi insanlar yoxsa indiki zamanda yaxşıdılar? O dövrdə bir-birinə millət gəlirdi, nənə bala kimi. İndi 5 gün birinin evinə gidəndə bilirsən, mızdı da bilirsən, lardan bilinirdi, nə tər olsa. O dövr aşağı. Onda pul xəzan kimi idi. Amma indi qısqandım. Həmin zaten qazanırdı. Rəhmətlə, zillətlə qazanır. Amma onda yox. Vallahi ondasın. O qədər pul almış o. Bilirsən, mən belə başa düşürəm ki, o vaxtın pulu niyə bərəkətliymiş. Çünki insanlar bir-birinə qarşı paxıllıq nədir bilməzmiş, doğma hiss eləyirmiş, qohumlar bir-birinə can yandırırmış. Hə. O vaxtı necə ki mehribançılıq hökm sürürmüşsə, pulun da ona görə bərəkətli olurmuş. Bərəkətli olurdu. İndi insanlar bir-birinə doğmalar yaddaşıb, dostluq itib, ona görə də pulun da bərəkəti itib. Yoxdur, bəli. Deyirlər zamanə dəyişilib, bizim zamanı dəyişilmir, insanlar dəyişilib. Düz. Nədən? İnsanlar dəyişilib, zamanə yox. Zamanə həmən zamanədir. Nə bilirsən elə, ged işdə, oyna, dur, gəz, nə eləyirsən elə. Zamanə bidir. Amma insanlar dəyişilib. Bəli. Ancaq bu 44 günlük vətən müharibəsi yenidən Azərbaycanı bütövləşdirdi, doğmalaşdırdı. Bu şəhidlər insanları bir-birinə doğmalaşdırıbdı. Kaş ki mənim bu gözəl nənəmizin dediyi kimi bir-birimizə doğmalaşaq. Qohumlar bir-birini daha çox sevsin. Dostlar bir-birinə qarşı əvvəlki kimi sadiq olsun. Qonşular, Bəli, qonşular öz qonşuların öz doğmasından da çox sevsin. O zaman bərəkətimiz də olar, binimiz də olar. Çünki hər bir iş sevgidən asılıdır. Sevgi olan yerdə huzur olar. Sevgi olan yerdə bərəkət olar. Bəli. Əlbəttə, qoca nənələrimiz, qoca babalarımız yanımızda olsa bərəkətimiz daha çox olar. Bugün sizi Amin, mən amin. şəhid alimin nənəsi ilə tanış elədim. Nənələrimizə Allah ömür versin, babalarımıza Amin, da Allah ömür amin, versin. Çünki amin. onların öyüd nəsihətinə ehtiyacımız var. Amin. Bax nənə dediyi kimi, gəlin dostluğa sadiq olaq. Gəlin qohumların qədrini bilək. Amin. Gəlin birlikdə güclü olaq ki, bərəkətimiz də olsun. Olar, Allah. Bayramın mübarək Olar, olsun, Allah əziz qoysun. nənə. Sağ ol. Sağ ol. Sizlə bayram bala. Həmişə çörək yeyək, mehriban olaq. Can çəkək. Olmuşam xəstə
Hardasan eşkin gözəli, bəxtimin ayma həsəli. Hardasan eşkin gözəli, bəxtimin ayma həsəli. Nisfi yanan xeymədə mən muntəzirəm tez gələni, muntəzirəm tez gələni, muntəzirəm tez gələni, muntəzirəm tez gələni. Hamı aləmi dağlaram gəlsin, yarovi əli bağlaram gəlsin. Dünyadan doyub olmuşam xəstə, mənə Allahdan bir ölüm istə. Hamı aləmi dağlaram gəlsin, yarovi əli bağlaram gəlsin. Dünyadan doyub olmuşam xəstə, mənə Allahdan bir ölüm istə. Allahdan bir ölüm istə. Süd olmadı sinemde, həsrət baxdım yüzüne. Xəcalətimdən elləm, gözüm düşsə gözüme. Əhdü və sən yetmisən,